Zərərli proqram təminatları. Salam əziz izləyicilər. Bugünkü dərsimiz zərərli proqram təminatları mövzusuna həsr olunub. Bu mövzu həm informatika fənninin əsas hissəsidir, həm də dövlət qulluğu imtahanında tez-tez rast gəlinən suallardan biridir. Gəlin birlikdə öyrənək. Zərərli proqramlar nədir, hansı növləri var və onlardan necə qoruna bilərik? Zərərli proqram təminatları nədir? Zərərli proqram təminatları malvaya, kompüterin normal fəaliyyətini pozmaq, məlumat oğurlamaq, sistemi sıradan çıxarmaq və ya istifadəçiyə zərər vermək üçün hazırlanmış proqramlardır. Belə proqramlar bəzən faydalı görünə bilər, amma arxa planda təhlükəli əməliyyatlar yerinə yetirir. Gəlin onların növlərinə birgə baxaq. Virus. Özünü çoxalda bilən və digər fayl və proqramlara yoluxa bilən zərərli proqramdır. Virus adətən yoluxmuş fayl açıldıqda aktivləşir və sistem faylları və proqramları zədələyə bilir. Xüsusiyyətləri. Fayllara və ya proqramlara qoşulur, bir fayl açılmadan yayılmır. Faylları silə, dəyişdirə və ya sistem davranışını poza bilər. İstifadəçi müdaxiləsi tələb olunur, fayl açmaq kimi. Misal, I love you, Michelangelo. Qurd. Şəbəkə vasitəsilə insan müdaxiləsi olmadan özünü yayan zərərli proqramdır. Qurd tez-tez şəbəkə zəifliklərindən istifadə edərək çoxlu maşınlara eyni anda yoluxur. Xüsusiyyətləri. Fayla bağlı deyil, şəbəkə üzərindən avtomatik yayılır. Şəbəkə trafikini və sistem resurslarını yükləyərək xidmətin əlçatanlığını poza bilir. Tez yayılan və geniş zərər verən hücumlara səbəb ola bilir. Məsələn, SQL, Slammer, Bluster və Stuxnet. Troyan. Özünü faydalı və etibarlı proqram kimi göstərən, amma arxasında gizli zərərli funksiyalar daşıyan proqramdır. İstifadəçi onu quraşdırdıqda sistemə ziyan vurur və ya məlumat oğurlayır. Xüsusiyyətləri. Özünü legitim proqram kimi təqdim edir. Yoluxdurmaq üçün istifadəçinin quraşdırması tələb olunur. Arxa planda məlumat oğurlama, arzu olmaz giriş yarada bilər və ya digər zərərli proqramları quraşdıra bilər. Məsələn, Zeus, Emotet. Spyware, casus proqram. İstifadəçinin fəaliyyəti web səhifələr, parollar və şəxsi məlumatlar barədə gizli məlumat toplayan proqramdır. Toplanan məlumatlar hücum edənin serverinə göndərilə bilər. Xüsusiyyətləri. Keçirilən web səhifələri, yazılan klaviatura viruslarını, brauzer fəaliyyətini izləyə bilər. Şəxsi məlumatlar və giriş məlumatları oğurlana bilər. İstifadəçi bilmədən uzun müddət işləyə bilər. Məsələn, keyloggerlər, bəzi reklam izləyiciləri və casus alətlər. Adware, reklam proqramı, reklamçı proqram. İstifadəçiyə istənməyən reklamlar göstərən proqramdır. Bəzən brauzer parametrlərini dəyişdirir, pop-up reklamlar yaradır və istifadəçi təcrübəsini pozur. Xüsusiyyətləri. Brauzerdə pop-up və ya yönləndirmə reklamlar göstərir. Bəzi adwarelər istifadəçi məlumatlarını toplaya və üçüncü tərəflərə göndərə bilər. Sistem performansını azalda və brauzer parametrlərini dəyişdirə bilər. Məsələn, bəzi bloatwarelər və reklam göstərən əlavələr, əvvəlki illərdə geniş yayılan toolbarlar. Ransomware, fidyə proqramı. Ransomware kompüter sistemindəki və ya istifadəçinin şəkillər, sənədlər, videolar və s. kimi şəxsi fayllarını şifrələyən və onları açmaq üçün pul tələb edən zərərli proqramdır. Bu proqramlar çox vaxt elektron poçt əlavələri, şübhəli veb saytlar və ya proqram yükləmələri vasitəsilə yayılır. Xüsusiyyətləri. Faylları şifrələyir və istifadəçiyə fayllarınızı açmaq üçün pul ödəyin mesajı göstərir. Pul ödənişi adətən kriptovalyuta ilə tələb olunur, məsələn Bitcoin-lə. Pul ödənməsinə baxmayaraq bəzi hallarda fayllar bərpa olunmur. Şirkətlər və fərdi istifadəçilər üçün ciddi maliyyə zərərlərinə səbəb olur. Məsələn, WannaCry, Paytə.ru. Rootkit. Sistem kök gizlədici proqram. Rootkit zərərli proqramların kompüter sistemində gizlənməsi və aşkarlanmasının çətinləşdirilməsi üçün istifadə olunan proqramdır. Adətən hakerlər tərəfindən sistemə tam nəzarət etmək və digər zərərli proqramları gizlətmək məqsədi ilə quraşdırılır. Xüsusiyyətləri. Sistem proseslərini və faylları gizlədə bilir. Antivirus proqramları tərəfindən aşkarlanması çətindir. Rootkit quraşdırılmış kompüter haker tərəfindən uzaqdan idarə edilə bilər. Digər zərərli proqramların quraşdırılması üçün əsas platforma yaradır. Məsələn, Sony BMG Rootkit skandalı, Lorien Rootkit. Botnet, zombiləşdirilmiş kompüterlər şəbəkəsi. Botnet, hakerlərin idarə etdiyi zərərli proqram yolu ilə yoluxmuş kompüterlər şəbəkəsidir. Bu kompüterlər bot adlanır və istifadəçiyə məlum olmadan hakerin əmrlərini yerinə yetirir.
Xüsusiyyətləri: botnetlər DDoS hücumları, spam göndərilməsi, məlumat oğurluğu və kriptoqazma üçün istifadə olunur. Hər bir yoluxmuş kompüter hakerin əmrlərinə avtomatik cavab verir. Botnet nəzarət mərkəzindən, CNC serverindən idarə olunur. İstifadəçi kompüterinin performansını aşağı sala bilər və internet bağlantısını ləngidə bilər. Məsələn, Mirai, Zeus, Emotet botnetləri. Qorunma üsulları: zərərli proqramlardan qorunmaq üçün antivirus proqramı istifadə edin. Naməlum mənbələrdən proqram yükləməyin. Şübhəli e-maillərdəki əlavələri açmayın. Sistem və proqramları daima yeniləyin. Faylları mütəmadi ehtiyat nüsxələyin, backup edin. İndi isə birgə bir neçə test suallarına baxaq. Yekun: zərərli proqramlardan qorunmaq həm kompüterimizi, həm şəxsi məlumatlarımızı, həm də iş fayllarımızı təhlükəsiz saxlamaq üçün vacibdir. Antivirus proqramlarından istifadə edin. Naməlum mənbələrdən proqram yükləməyin. Sistem və proqramları yeniləyin. Faylları ehtiyat nüsxələyin. Təhlükəsiz istifadəçi olmaq məlumatlarınızı qorumağın ilk addımıdır. Beləliklə, bu dərsdə biz zərərli proqram təminatlarının növləri, onların fərqləri və qorunma yolları haqqında danışdıq. Unutmayın, təhlükəsiz kompüter istifadəçisi olmaq məlumatlarınızı qorumağın ilk addımıdır. Bugünlük bu qədər. Növbəti dərsdə görüşənədək. Sağ olun.